İş və enerji prinsipi. Deməli, qüvvə varsa və həmin qüvvə bir cismin yerini dəyişməyə məcbur eləyirsə, bu zaman həmin qüvvə biz deyirik ki, iş görür. Yəni iş qüvvənin bir cismi müəyyən məsafə boyunca hərəkət etdirməsi nəticəsində ötürdüyü enerjidir. Niyə enerjidir deyirik? Çünki işlə enerjinin vahidləri eynidir. Yəni görülmüş iş bir enerji növü olaraq sayılır. İşin düsturu nə idi? W bərabərdir. Buradakı W work olaraq adlanır. Yəni burada weight olaraq nəzərə alınmaqda, bunun ağırlıq deyil, workdur, bərabərdir. Qüvvə vurulsun qət edilən məsafə, vurulsun həmin qüvvə ilə hərəkət istiqaməti arasındakı bucaq. Əgər biz sadəcə, məsələn, deyək ki, horizontal istiqamətdə bir iş görmüşüksə, bu qüvvə altında deyək ki, məsələn, bu S məsafəsini qət eləmişik. Bu zaman biz 0 dərəcə bucaq altında iş gördüyümüz üçün kosinus 0 elə 0-a bərabər olduğu üçün, daha doğrusu 1-ə bərabər olduğu üçün biz sadəcə nəyi görmüş oluruq? F bərabərdir S-i görmüş oluruq. Yəni hər hansısa bir kosinus bucağı bizim işimizə təsir eləmir. Əgər biz hər hansısa bir bucaq altında hərəkət eləmişiksə, o zaman həmin bucağın kosinusunu da nəzərə alırıq. Kinetik enerjinin düsturu nə idi? Kinetik enerji bərabərdir 2-də 1 mv kvadrat. M kütlədir, V bizim sürətimizdir. İş enerji prinsipi, iş cismin enerjisini dəyişir. Bunu dedik. Əgər cisim üzərində, yəni müsbət iş görülürsə, onun enerjisi artır. Əgər mənfi iş görülübsə, enerjisi azalır. Mənfi iş görmək nə deməkdir? Məsələn, mənfi müsbət nə idi? Biz keçən dərsdə qeyd eləmişdik vektoral kəmiyyətlərdə. İstiqamətin əksinə, əks istiqamətdə görülən iş bizim enerjimizi azaldır. Məsələn, buna misal olaraq nəyi deyə bilərik? Tutaq ki, potensial enerji nə idi? Düsturdan baxa bilərik də. MCH, M nədir? Kütləmizdir. Kütlə yox da, maksimum hündürlük. H burada height'dir, yəni hündürlüyü göstərir. Kütləmiz sabitdir, J qravitasiya təcilidir, sabitdir. Burada dəyişə biləcək tək dəyişən, o da buradakı H-dır, H. Hündürlük artanda potensial enerjimiz bir o qədər çox olur. Adından da bəlli olur ki, potential, yəni potensial enerji, o deməkdir ki, məsələn, tutaq ki, 100 metr yüksəklikdə var, 100 metr yüksəklikdə isə yer səthindən, burada bizim potensial enerjimiz, yəni bu enerjini biz potensial formada hər hansısa bir başqa enerjiyə çevirə bilərik. Yəni bunun bu potensialı var. İndi kütləsi nə qədərdir, C nə qədərdir, buna uyğun hesablayıb, məsələn, hər hansısa bir deyək ki, enerjisini tapırıq, potensial enerjisini. Daha sonra məsələn bu başlasa yuxarıdan aşağıya doğru düşməyə, hündürlük azaldığı üçün potensial enerji də azalacaq. Amma bu enerji itməyəcəyi üçün nə baş verəcək? Çevriləcək, məsələn, kinetik enerji, sürəti artacağı üçün çevriləcək kinetik enerjiyə və kinetik enerji çevriləndə, yəni nəyi deməyə çalışıram? Başda bizim bu çevrilən enerjimiz hardan gəlir? Cismin potensial enerjisindən, yəni olduğu hündürlüyə bağlı olaraq bir potensial enerjisi vardır və bunu biz çeviririk kinetik enerji. Yəni kinetik enerji öz-özünə yaranmış olmur. Burada nəyi demək istəyirəm? Enerjisi, əgər biz məsələn cismi nə qədər yüksəyə qaldırsaq, o qədər daha çox iş görmüş oluruq. Ona görə müsbət enerji vermiş oluruq. Amma məsələn yüksəkdən aşağıya doğru indirsək, məsələn burada əks istiqamətdə bir iş görəcəyimiz üçün enerji məsələn burada azalmış olacaq potensial enerji mənasında. Bu prinsip iş enerji teoremi, work energy principle ilə ifadə olunur. Deməli, bizdə work bərabərdir kinetik enerjinin dəyişməsi, delta kinetik enerji, o da bərabərdir 2-də 1 mv kvadrat, v2 kvadrat çıxılsın v1 kvadrat. Bunu eyni şəkildə biz əslində potensial enerji ilə də ifadə edə bilərik verdiyim misalda. Çünki burada elə biz potensial enerjimizi kinetik enerji çevirirdik. Yəni bunu belə də bir növ yazmaq olar ki, mc h2 çıxılsın h1. Bu da bizdə potensial enerjinin dəyişməsi ilə ifadə olunur.
Yəni qüvvələrin gördüyü ümumi iş cismin kinetik enerjisindəki dəyişməyə bərabərdir.